Keçmişdə həkimlər bu qədər müayinə üsulları yox idi. Palpasiya, perkusiya, auskultasiya, yəni müayinələr mövcud idi. Yəni bunlar bəlkə də 50% diaqnoz qoymağa çalışırlar və taktil hissiyyat daha da güclü olurdu, yəni. Amma artıq bizim zəmanədə bütün yəni gelişmiş müayinə üsulları var. İnstrumental müayinələrimiz çox genişdir deyə bəzən bizim taktil hissiyyatımız zəifləyir, yəni. Məsələn, biz adi hadisədə asitozu necə bilə bilirik? Yəni xəstənin dərisini 2 barmağımız arasında sıxmağa başlayırıq və baxırıq ki, orada portağal qabığı simptom əmələ gəlir xəstədə. Bu deməkdir ki, xəstənin deməli dərisinin elastikliyi azalıbdır və burada kollagen toxuması hipoksiya hesabına artıbdır. Siluetdir deyirlər. Bəli, siluet deyirlər. Adda kollagen toxuma xəstəlikləri var, yəni birləşdirici toxuma xəstəliklərdə. Bunu hər kəs özündə yoxlaya bilər? Əlbəttə ki, məsələn, kürək bölgəsində, məsələn, hansı ki, dərimiz orada elastik və yumşaqdır. 2 barmağımızın arasında dərini yığmağa çalışırıq. Əgər dəri yaxşı yığılır, demək ki, dəri və dəraltı bağ toxuması arasında elastiklik var. Hələ burada kollagen deməli toxuması hipoksiya fonunda aşırı artmayıbdır. Yox, baxırıq ki, çətindir, gəlmir və sanki portağalın elastikliyi azalıb. Elastikliyi azalıbdır. Yəni bu bizə bir göstərici olur ki, bu xəstədə bəli vücudunda yenə bu da asidozun artmağını işarət edir ki, yəni biz bunu sonradan qanla təsdiq eləyə bilərik, qan qazla təsdiq eləyə bilərik, sidiyin analizlə təsdiq eləyə bilərik. Yəni klassik tipdən bunu təsdiq eləyə bilərik. Və yaxud da məsələn xəstələrdə məsələn müayinələr, deyək oynaq müayinəsi, sonra selikli qişaların müayinəsi, bunlar hamısı bizə yol göstərici, yəni rol oynayır ki, biz öz taktikamızı düzgün şəkildə vurğulayaq. Doktor, bəs böyrəklə bağlı hər hansı problemi, şikayəti olan xəstəni müalicə etdiyiniz zaman inteqrativ tipdəki hansı müalicə üsullarına da istinad edirsiniz? İnteqrativ ümumiyyətlə böyrək çox incə dediyim kimi orqandır. Biz kreatinin genəldə insanlar sadəcə bunu kreatinlə müəyyənləşdirir. Sadəcə kreatinlə müəyyənləşmir bu. Daha başqa komponentlər var ki, məsələn biz GFR deyirik, glomerulyar filtrasiyon sürəti deyirik, bunu təyin edirik. Amma glomerulyar filtrasiyon sürəti belə yenə bizə böyrəkdəki prosesin ciddi olmadığını göstərmir. Dediyimiz kimi, sidiyin mütləq müayinəsini etməliyik biz, sidik müayinəsi etməliyik, orada bəzi komponentlərə baxmalıyıq. Bəs müalicədə nələr istifadə edəcəyik? Əlbəttə ki, müalicədə xəstənin etiologiyasına yönəlik müalicəmiz olacaq. Yəni, xəstədə böyrək yetməzliyinin səbəbi nədir? Çox böyrək yetməzliyinin səbəbləri fonunda əmələ gəlmiş ağırlaşmalar nədir? Məsələn, xəstədə hiperfosfatemimi var, xəstədə anemimi var, xəstədə sümük osteodistrofiyası mı var, yəni böyrəklərə bağlı, xəstədə böyrəyə bağlı mədə problemi əmələ gəlmiş, ensefalopatiya əmələ gəlmiş, xəstələrdə periferik tabula necədir, şişkinliklər varmı, xəstə gecə yata bilirmi, rahat yata bilirmi, neçə yastıqla yatır xəstə, ödemləri nə səviyyədədir. Yəni bunlar bizim xəstənin müalicəsində öncə çox gözəl bir anamnez toplamamız lazımdır. Yəni bu anamnezdən sonra məsələn kreatini düşürmək üçün nələr eləyə bilərik? Düzdür, məsələn bəzi preparatlar var ki, məsələn həm inteqrativ tipdə, həm də ki klassik tipdə bunları istifadə edirik. Amma bunlar həmişə işə yarayırmı? Bəzən bunlar həmişə işə yaramaya bilir. Çünki deyək ki, böyrəyin qan təchizatı yaxşı deyil. Məsələn, bu zaman biz nələr istifadə edirik? Həm deməli, böyrək sinir təchizatında iştirak edən nahiyələrdə sinir impulslarını akupunktur, homosinetriya yolundan biz onu qıcıqlandırmağa çalışırıq. Deyək ki, aferent və eferent arteriollar arasında olan təzyiqi normallaşdırmaq üçün, təzyiq fərqini normallaşdırmaq üçün lazımdır ki, bunların biri daralsın, biri genişlənsin. Aferent daralsın, eferent genişlənsin ki, yaxşı bir filtrasiya olsun. Yəni, məsələn, bunu biz necə edə bilirik? Simpatik sinir sisteminin innervasiyasını kənardan regulasiya eləmək yöntəmlə. Məsələn, bunu paravertebral və xüsusi nöqtələr var ki, həmin nöqtələrə deməli, iynə batırma və yaxud da xüsusi dərmanların vurulması vasitəsilə sanki bu sistemi aktivləşdirməyə çalışılır. Yəni, təkcə dərmanla olmaz bu iş. Yanaşı olaraq da biz başqa daha sinir yolu ilə, damarların dediyim kimi, fizioloji yolları bilərəkdən onlara təsir eləməkdir bu mexanizma. Heç bir qeyri-adi mexanizma deyildir. Yəni, bəziləri deyə bilər ki, inteqrativ tipdə qeyri-adi bir şey mi edilir? Xeyr, qeyri-adi bir şeylər edilmir. Sadəcə bizim klassik tipdə bildiyimiz və 6 il tibb universitetində oxuduğumuz həmin o biliklərimizin əslində tətbiqidir, yəni. Məsələn, biz niyə o qədər dərin oxuyuruq? Yəni, böyrəyin içində bunlar var, kiçik-kiçik damarlar var, ətrafında sinirlər var. Axı, bizim nəyimizə lazımdır o? Əgər biz bunun tətbiqini başarmırıqsa, məhz inteqrativ tip bizə bu yerdə köməyə gəlir, yəni.